İlduza Hacıyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş əməl törətməsi cinayət şübhəsizliklər vəsvəsini tapmış və əmin olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən əməl düzgün olaraq Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinə tətbiq edilmişdir. Odur ki, cinayət üzrə yüngülləşdirici halları və zərər çəkmiş şəxsin, o cümlədən zərər çəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını nəzərə alaraq təklif edirəm. Hacıyeva İlduza Elmar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təfsir edilsin. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrin tələbinə əsasən təyin edilmiş cəzalar qismən toplansın. Ona 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş qəti imkan tədbiri dəyişdirilsin, məhkəmə zalına dərhal həbsə alınsın. Cəzasının ümumi rejimi cəza çəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübutlar məhkəmə xərcləri ilə bağlı məsələ cinayət prosessual qanunu tələb edir.